Mən maraqlı sualım olacaq, çünki bu sizin də agentliyiniz olan futbolçulardan bir Bahadur Əziyev. Mən ilk yarı Sabahın oyunlarında çox iştirak eləmişdim. Demək olar hər tərəfdə oynayırdı da bu adam. Çox yaxşı performans göstərdi. Son 3 oyunda səhv eləmirəmsə, 1 gol 2 assist eləmi? Niyə ayrılıq baş verdi? Mingəçevir keçid elədi Bahadur. Açığı mən gözləmirdim. Yəni Bahadur Əziyevin Sabahdan ayrılacağını. Günlərin bir günü, yəni transfer başlamadan əvvəl mənə zəng olundu Sabah rəhbərliyi tərəfindən ki, Bahadur Əziyevlə Adi Şükürov yollarını ayırmaq istəyir. Səbəb? Səbəb bundan ibarətdir ki, yəni belə mən danışdım Adi Şükürovun özü ilə. Açığı dedi ki, sistemə uyğun deyil, belə deyək, məşqdə qaçmır və s. və axır belə bir söhbətlər dedi mənə. Yəni mən də oyun statistikasını göz önünə gətirdim ki, yəni son Adil müəllim, yəni son 3 oyun siz gəldiniz, Sabahda baş məşqçi oldunuz və bu son 3 oyunda Bahadur 2 assist etdi və 1 gol vurdu. Hətta Şaxtar Qusarla 2-1-lik məğlubiyyətin ikinciliyi yəni Bahadur vurdu. Yəni bir xal ən azından komandanın aktivini yazdıra bildi. Bahadur Əziyevin özü ilə də mən danışanda Bahadur Əziyev demişdi ki, yəni Adil müəllimin özü mən gəlib yəni təklikdə danışmağı ki, mən səndən bunu istəyirəm, bunu elə. Yəni bu mənim üçün belə deyək, əsassız bir qərar oldu. Yəni Adil Şükürovun mənə dedikləri. Ona görə də mən açığı yəni Bahadur Əziyevlə bağlı, yəni mən hansısa kluba keçidi ilə bağlı heç bir narahatçılığım yox idi. Çünki Sabahdan yaxşı oyunçunun alçısı çox oldu. Bəli, Sabahdan çıxan kimi elə xəbər yayıldı ki, yəni Bahadur Sabahla yollarını ayırır. Yəni Mingəçevir bizə əlaqəyə çıxdı. Günü bu gün Bahadur Mingəçevir də çox xoşbəxtdir. Yəni çempionluq iddiası var.